Bu beynəlxalq prokurordur, açıqlama verir. Beynəlxalq prokuror. Deməli, görün nə açıqlama verir. Bu 3 ildir deyir biz deməli araşdırırıq necə. Bruce Finn Reagan araşdırırdılar. Baxın görün ha. Araşdırırdılar ki Türk öldürüb erməni. Ya erməni Türk öldürüb. Reaganla Bruce Finn yəni bunu təsdiqlədilər ki, ermənilər türklərə qarşı soyqırım törədi. İndi baxın. Yahudilər İsrail deməyin ha. Yahudilər İsraili deməli müdafiə edir. Nə var? Onu deyirik də qardaş. Yəni gözünüzü açın da, Yahudi pis yaxşı, obyektiv lazımdır. Görün sənin o Fələstinin, o Fələstin müsəlman, güya müsəlman da ha. Xristian da deyil. Xristian da deyil, müsəlman da deyil. Yəni o Vatikanın yaratdığıdır. Görün, deməli 3 ildir biz araşdırırıq ki, yoxlayırıq. İsrail bir dənə də Ərəb ailəsinə, Fələstin ailəsinə belə bir öldürmək, yox eləmək, o ailənin elə bir şey tapa bilmədik. Yəni Fələstinlər öz ailələrinin başını kəsirlər, uşaqlarını öldürürlər, yəni deyirsə bombalandı, qoyurlar ki, bütün dünya qoyur. Bunlar elə milləti, bəs qarışırdılar da. Siz deyirsiniz müsəlman. Bunlar deməli təsdiqlədilər. Qaza şəhərində soyqırım olmayıb. Qaza şəhərində İsrail soyqırım törətməyib. Necə Bruce Finn? Türklər soyqırım törətməyib haylara qarşı. Bunlar da təsdiqlədi. Qazada İsrail törətməyib, soyqırım törətməyib. Yəni deməli Kibuça şəhərində 7 oktyabrda Yahudilərin nəslini kəsmək idi. Yox elədilər. O Yahudilərin o balaca uşaqları o kalaskanın içində başını kəsir. Ay kişi, bu Fələstin gedir. Ay kişi, belə bu vəhşilik demirəm, vəhşi deyil. Bu iblis eləyə bilər. Ərinin qabağında arvadını yaxşı zorlayır. 5 deməli o bələkdə uşağı götürüb zorlamaq nədir? Anasının, atasının gözünün qabağında Fələstin edir. Ay kişi, bu bələkdə uşağı zorlamaq nədir? Mənə çatmır. Bir dənə başa salsın. Hansısa o, hani o gədə-güdələr? Gədə-güdələr yoxdur. O Farspərəstlər, Fələstin pərəstlər. Kalyaskada, Lülkada, bələkdə uşağı zorlamaq olar. Yahudi valideynin qabağında, Yahudi anasının qabağında, Yahudi atasının qabağında qızını zorlamaq, arvadını zorlamaq. Bunu ancaq iblis edir. Bax, bunlar bugün təsdiqlədilər. Görün, bu deyir saxta maşın, yalan maşını nə qədər deməli işləyib, bunu ən birinci deyir İran işlədir, Farslar işlədir, Ruslar işlədir, bəzi deməli qondarma o Avropadakı deməli qondarma Fars pərəstlər, Fələstin pərəstlər, bax deyir, onlar bütün yayırlar dünyaya. Elə şey olmuyor. Yahudilər Fələstinə qarşı soyqırım törətməyib, sadəcə Fələstinlər törədir soyqırımı, baş kəsir. Bax bu, sübut elədilər. Həmin, görürsünüz, necə türkləri bugün doğrultdular ki, türklər soyqırım törətməyib. Elə də yəni İsrail soyqırım törətməyib Fələstinlərə qarşı. Bax bu qədər, yəni görün nələr ortaya. Bax bu da Türkiyədə oturub bu insan deməli deputatdır, kimdir? Aşağılayır Yahudiləri, türkləri aşağılayır. Qondarma türkdür də, ermənidən ya Farsdan olandı, Gürcüdən olandı.
Söyür deyirsiniz, niyə Yahudiləri müdafiə edirsiniz, niyə Fələstindən danışırsınız? Bir dənə demir, niyə Xocalıda Fələstinlər baş kəsib ermənilərlə birir də, onu demir. Niyə bir dəfə demiş ki, 44 günlük şəhidlərə bir ehsan verdiniz? Orada parlamentdə dedi, Qarabağ müharibəsində 3000 şəhid, türk şəhidləri. Niyə demirsən, ay deputat, 15.000 türk əskərini Fələstinlər başını kəsdi. Abi, türklərin gözünə soxun. Fələstinlər 15.000 türkün başını, 15.000 türk əskərinin də, əskər 16-cı ildə toyuq kimi başını kəsdilər, yatdığı yerdə. Niyə danışmırsan? Deyir, niyə Fələstindən danışmırsan? İsrailə söyür, Yahudilərə söyən kimi gedir, özdə ölür. Deməli, bu deyir, İsrailə söydüyü yerdə o qədər qarqış tökür, Yahudilərə özü də ölür. Ay kişi, ay qardaş, bu nə millətdilər? Bu nə istəyirsiniz bu türk xalqından? Ay kişi, bu Turandan nə istəyirsiniz bu Turandan? Ay get Fələstinlə də neynirsən, get Farsla neynirsiz eləyin, Türklə əlləşməyin ay kişi. Türklə, ay hay, ay Rus, ay Fars, ay ərəb, əlləşmə. Biz bilirik, dünyanın siz iblis xalqlarsınız da gəlmişsiniz. Tanrı sizi iblis kimi gətirib. Bax bu Rusu. Görün, Rus anasını, uşağını zorlayandı. Başçısını, qızını zorlayandı. Fələstin bələkdə uşağı zorlayır. Görün da heyvanlıqdan da bunların heyvan, yəni iblisliyini deyirəm. Erməni ölünü zorlayır, ölüləri, ay kişi, türk ölülərini zorlamaq nədir? Yəni bu iblis elə Farsda neynir? Qız uşağını, ay kişi, qız uşağını adam da verər əskərlərə. Apar deyir zorla, 150 əskər zorlayır, sonra asırlar, deyir hə, indi halaldır. Bunu Tanrı'nın yarattığı insan olmasa bu iblisdir də. Bunu Tanrı iblis kimi gəlir. Görün, 4 xalq nə ilə məşğul? Ölünü zorlayır. Nə bilim, bələkdə uşağı zorlayır. Nə bilim, başçısını, qızını zorlayır. Nə bilim, o biri əskərlərlə qız uşağını, 10 yaşında uşağı alır, zorlayır. Bu ərəb deyil, bu farsdır. Ay kişi, dəvənin eşşəyini atır. Sənin bu Fələstinin, ərəbin, ay kişi, buna müsəlman necə deyirsiniz? Sizin ləhninə də gələrsiniz. Gedirsiniz ora, Saudi Ərəbistana. Dəvənin, eşşəyin altına qızları atırlar. Dəvə zorlasın, eşşək uzarın qızları. Bu iblislikdir. Bunu gedir, deyir, mən hac oldum. Yaxşı, hac oldun, oldun. Biri gedir, deyir, getdim Məşədi, mənim əmim də Məşədi olub da, əmim Məşədi olubdur. Sonra o biri əmim, o da Kərbəlaya gedibdir. Deyirəm, indi mən elə az qala əmimlərimə deyirəm, görəsən, əmimlərim adamdır. Mən indiki bu hacılardır, hansı ki, bu titulları alıb gətirir. Siz özünüz heç olmasa insan oldunuz, hacı oldun, nə bilim, müsəlman oldun, İslam oldun, oruç tutdun, namaz qıldın. Sözüm yoxdur. İnsan oldun. Axır Tanrı deyib ki, sənin o namazın, orucun mənə o qədər vacib deyil də. Vacib deyil. İnsan oldun deyir. Bax onu Tanrı deyir. Deyir hacı oldun. Hacı olmaqdansa insan olmaq lazımdır. Müslüman olmaqdansa, Xristiyanlara da deyirəm mən, Xristiyanlara deyirəm, siz Xristiyan olmaqdansa bir insan olmuşsan, insanlığı tutmusan üstün. Ay kişi, bu Xristiyanlıqdan. Deyir, bəli. Siz deyən düzdür. Xristiyanlar bugün mənə o Avropada deyirlər, siz düzü yox, siz həqiqəti deyirsiniz. Düzünün düzünü dediniz mi? Onlar gözləmirdilər deyəm. Христианином быть лучше или человеком быть? Человечность важнее? Или христианство важнее? Нет. Все, даже папы,
Bax, bu qədər o invlisoskalar, ya o məşqdə xristianların, katoliklərlə gedib görüşürdüm. Pravoslavlarla da. Pravoslavlar hamısı ən mundarı pravoslavlar, ən aqressiv də bizim bu qondarma mollalardılar. Amma bu katoliklər özlərini biraz mədəni saxlayırlar. 100%, 200% dedim, insan olmaq vacibdir insana. Ya katolik olmaq, ya Hristiyan olmaq. Rus deməyib, Müslüman da deməyib ki, vacibdir insan olan. Müslüman heç olmayım, yani insan olun. Müslüman deyir, Müslüman olsan insan olarsan. Ay kişi, görün nə deyir bu? Görün nə deyir bu? Dünyada insan gəlir, anadan olur, insan olur. Müslüman gəlmir. Bu insan gəlir. Amma müsəlmançılığı da ki, açıqlayandan sonra, biləndən sonra ki, sülh deməkdir, sülh adamıdır. Ümumiyyətlə, xristianlar hamısı başladı hətta üzr istəməyə, hətta başlarını əyməyə qabağında. Vaxt gələcək, o adamlardan təsdiq edənlər olacaq. Elə deyil, deyir, kimdir bu danışır? Nə kidir bu danışır? Çox şey danışmırıq. Bu qədər.